Deməli, horizontal məsələləri, meyillilik məsələləri, bax bu dərsimizin izahı ilə bu gün sizlərlənəm. Deməli, relyefin təsviri, yəni horizontallar, digər adı ilə izohipslər adlanır, yadınızda saxlayın. Horizontallar ümumiyyətlə müsbət relyef formalarının, yəni dağları və yaxud da çökək relyef formaları, çökəklikləri xəritədə belə deyək, təsvir etmək üçün istifadə olunur. Adi bura fikir verin, barmaqlarımızdakı hündürlüklərə baxın. Baxın, eyni hündürlüyə malik olan nöqtələri birləşdirib barmağın ətrafında dövr edirsən. Yəni horizontallar ümumilikdə bunun tərifi belədir ki, eyni hündürlükdə olan nöqtələri birləşdirən səlis əyri xəttlər horizontallardır. Yəni fikir verin, burada bu dağdır. Bu dağın hər tərəfinin belə deyək, hündürlüyü 10 metrdir. Bax, məsələn, birinci horizontalın keçdiyi xətlər var ha. Bunların hər biri 10 metrdir. 20 metr, 30 metr, 40 metr belə artır. Və yaxud da ki, burada məsələn 10, 20, 30 belə artır. Yəni bir sözlə horizontalların hündürlükləri, yəni eyni nöqtə, ümumiyyətlə eyni nöqtələr birləşdirən xətlərin bir-birinə hündürlükləri bərabər olur. Horizontallarda mütləq hündürlük var, bir də nisbi hündürlük var. Mütləq hündürlük dəniz səviyyəsindən, yəni 0 metrdən hesablanan hündürlükdür. Buna biz deyəcəyik mütləq hündürlük. Nisbi hündürlük isə iki nöqtə arasında, ən çox da ətək ilə zirvə arasında belə deyək, hündürlük fərqi kimi hesablanır. Və yaxud da deyir ki, A ilə B-nin nisbi hündürlüyünü tapın. A məsələn yerləşir tutaq ki 50 metrdə, B yerləşir tutaq ki 30 metrdə. A ilə B-nin nisbi hündürlüyünü deyirsə 50-dən 30 çıxırsan, qalır 20 metr. Nisbi hündürlük budur. Sonra horizontallarda izohipslər də deyirlər. Horizontallarda zirvəyə ən yaxın olan horizontal daxili horizontaldır. Bax belə çəkim. Bax burada məsələn bura zirvədir. Bu zirvəyə ən yaxın, yəni birinci bunun kənarında çəkilən horizontal adlanır daxili horizontal. Aydındır? Əgər bunun kənarında çəkilirsə, bu adlanır xarici horizontal. Xarici horizontal. Bu daxili horizontal, bu isə xarici horizontal. Bunları yadınızda saxlayın. Yəni horizontalın zirvənin yaxınlığında yerləşən horizontal adlanır daxili horizontal. Kənarda yerləşən, ən qıraqda yerləşən horizontal isə kənar horizontal adlanır. Bunu da yadınızda saxlayın. Deməli, horizontallarda əgər horizontallar bir-birinə sıx çəkilirsə, yaxın çəkilirsə, bu formadır. Deməli, meyillilik çoxdur. Əgər horizontallar bir-birinə ayrı çəkilirsə, bir-birindən uzaq çəkilirsə, bu isə deməli meyillilik nədir? Azdır. Az olduğunu bildirir. İndi horizontallara çəkilmiş qısa xətlər var ki, bunlar berştrixlərdir. Berştrixlər nədir? Berştrixlər horizontalın təpə və yaxud da çökəklik olduğunu göstərir. Fikir verin. Əgər kənara doğru çəkilirsə, bu təpəni ifadə edir. Əgər içəri doğru çəkilirsə, bu dərəni ifadə edir. Bunu yadınızda saxlayın. Bir də berştrixlərin bir xüsusiyyəti də var ki, səth axınlarının istiqamətini göstərir. Əgər kənara doğru gedibsə, deməli səth axını mərkəzdən kənara doğru axacaq. Əgər içəri doğru gedibsə, səth axını kənardan içəriyə doğru belə deyək, axınları baş verəcək. Yadınızda saxlayın ki, horizontallar, bax məsələn görürsüz burada dəniz səviyyəsindən deyəndə dəniz səviyyəsi həmişə 0 götürün və horizontalları məsələn kəsmə yüksəkliyi tutaq ki, müəyyən hündürlük verirsə, bu məsələn 300 metrdir. 100 metr verirsə, kəsmə yüksəkliyi nədir? İki horizontal arasında məsafədir. Yəni bu horizontalla bu horizontal arasında boşluqda, aralıq da deyirlər. Bax 1 aralıq, 2 aralıq, 3 aralıq, 4 aralıq, 5 aralıq, 6 aralıq. Yəni aralıqların sayına əsasən biz onların hündürlüyünü tapa bilirik. Məsələn, indi horizontal məsələlərinə dair bəzi izahlar verəcəm. Məsələn, deyir ki, A nöqtəsinin mütləq hündürlüyü 5300 metrdir. Kəsmə yüksəkliyi 750 metrdir. Horizontalın mütləq hündürlüyünü tapın. Bax, A 5300-dür, düzdürmü? Bax, bura daxili horizontal A məntəqəsi 5300-dür. İndi deyir ki, kəsmə yüksəkliyi. Kəsmə yüksəkliyi nə idi? İki horizontal arasında qalan boşluq. Bax, 1 boşluq, 2 boşluq, 3 boşluq, 4 boşluq. Görsən burada 4 dənə boşluq var. İndi A'da fikir ver, kənara doğru çəkildiyindən uşaqlar, bunlar kənara doğru çəkilib. Bunlar nədir? Bunlar dağdır. Deməli A zirvəyə yaxındır. Bax, belə təsəvvür eləyin.
A, bax A, burada bir dənə horizontal var. A zirvəyə yaxındır, hündürdədir. Sonra ikinci horizontalı çəkirəm burada sizə. Üçüncü horizontalı çəkirəm. Dördüncü horizontalı çəkirəm. Burada isə beşinci horizontalı çəkirəm. B də buradadır. Fikir verirsiniz. B də burada. A burada, B burada. İndi bunlar arasında boşluq var ki, kəsmə yüksəkliyi. Bax bununla bu horizontal arasında boşluq da nə qədərdir? Kəsmə yüksəkliyi də nə qədərdir? 750 metrdir. 750 metr burada verib. İndi gəl B-nin hündürlüyünü tapaq. Diqqətlə qulaq asın. Deməli A 5300 metrdirsə, indi 750 metrdə bir dənə aralıqdır. Bax buradan buraya 750 metrdir. İndi gəl görək neçə dənə 750'miz var burada. 1 2 3 4 dənə 750'miz var. Yadınızda saxlayın. Kəsmə yüksəklikləri həmişə bərabərdir. Biri az, biri çox ola bilməz. Deməli 750'ni neçəyə vuracağıq? Buradan bura qədər hündürlük fərqini tapmaq üçün. Vuracağıq 4-ə. 1 2 3 4. Deməli 4 0'ın 0, 4 5'in 20. Deməli 0 yazılır 2 yadda. 4 7'nin 28, o da 2 300. Yəni 3000 belə deyək də. 4 5'in 20, 4 7'in 28 3000. Deməli A'dan B'yə qədər bu aralıqlar kəsmə yüksəkliyi 750 metr olduğundan A'dan B'yə qədər nə qədər məsafə var? 3000 məsafə var. İndi A 5300-dürsə, 3000 metr aşağıda nə qədər olacaq? Yəni A 5300-dürsə, 3000 metr məsafədə nə qədər olacaq? Eləcə 2300 metr. Burada görürsən, cavab olacaq bu. 2300 metr. Sonra əgər yadınızda saxlayın, bax bir də özüm bunu daha aydın şəkildə qeyd edəcəm. Tutaq ki, dağ təsvir olunub burada. Diqqətlə baxın. Əgər dağ təsvir olunubsa, yadınızda saxlayın. Məsələn, burada verir 600 metr. Düzdür? Burada daxili horizontalımız var, bir də xarici horizontalımız var da bilirik. Kəsmə yüksəkliyimiz 50 metrdir. İndi qulaq asın. Deməli 50 metrdir. Bax 100 metrdə, elə kəsmə yüksəkliyi 50 eləyək ki, sizə rahat olsun. Deməli zirvə 600 metrdir. İndi bunu mən təsvir edirəm uşaqlar. Zirvə 600 metrdir. Bu daxili horizontalda bilmirik. Bunu tapmalıyıq. Yəni 600 metrdən kiçik 100'ə tam bölünən ədədi tapmalıyıq. 600 metrdən kiçik 100'ə tam bölünən. Çünki kəsmə yüksəkliyimiz 100 metrdir. Bu qaydanı hamısında tətbiq edirsiniz mütləq şəkildə. Və bu kəsmə yüksəkliyi ilə daxili horizontal açardır. Yəni bunu tapa bildinizsə digərləri gələcək. Deməli 600 metr buradır. 100 metrə bölünən, yəni kəsmə yüksəkliyə bölünən ən böyük ədəd 600-dən kiçik hansıdır? Bax indi cavabları eşidirəm. Məsələn buradan biri deyir məsələn 500. Niyə? Çünki 600-dən kiçik 100'ə tam bölünən ən böyük ədəd 500'dür. Deməli daxili horizontal nə qədər oldu? 500. Düzdür? İndi biz burada xarici horizontalı tapa bilərik, xaricini. Xarici. Tapa bilərik. Gəl görək neçə aralıq var. Bax görsən aralıqları hesablayıram. Mən də horizontalı hesablamıram. Horizontalı hesablasam səhv olar. 1 2 3 səhvdir. Mən aralığı hesablayıram. Bax 1 aralıq, 2 aralıq. Gördün? 2 aralıq hərəsi 100 metrdən nə qədər edir? 200 metr. Fikir verin. 100, 200. 200 metr. İndi 500 metrdən aşağıda görsən kənara doğru çəkib. Çünki zirvədən aşağı doğru gəlirdik. İndi burada kənar horizontaldır. Fikir ver. Burada nə qədər olacaq? 500 metrdən 200 metr aşağıda neçə metr hündürlükdə olacaq? 300 metr. Aydındır. Bax bu əsasən bu tipli məsələlər belə olsa hesablanacaq dağlarda. Bəs çökəkliklərdə necə olacaq? Çökəkliklərdə fikir verək. O ber ştrixlər, o qısa xətlər içəri doğru çəkilir. Fikir ver. İçəri doğru çəkilir və məsələn bu ən aşağıda nöqtə isə dərinlikdir. Məsələn dərinlik 60 metrdir. Dərinlik 60 metrdir. Kəsmə yüksəkliyimiz isə 100 metrdir. İndi sənə deyir ki, B nöqtəsinin hündürlüyünü tapın uşaqlar. Deməli 60 metr bu jet çökəklikdir. Bu jet dərinlikdir. Fikir verin. Dərinlikdə 60 metrdir. Dərinlik isə demək yuxarı doğru getdikcə bunun hündürlüyü artacaq. Olacaq məsələn 100 metrə yenə kəsmə yüksəkliyə bölünən 60'dan ən böyük ədəd hansıdır? Təbii ki, buradan eşidirəm 100 metr. Bəli, 100 metr kəsmə yüksəkliyə bölünən tam ədəddir. 100 metr. Aydındır?
Kəsmə yüksəkliyə bölünən tam ədəddir. 100 metr. İndi bax bura 60-dır. Bundan burada olacaq bu 100 metr. İndi bu dağlarda necə yuxarıdan aşağı gəlirdisə, buna əksinə buradan aşağıdan yuxarı doğru bunların hündürlüyünü artırmalıyıq. İndi bura 100-dürsə, deməli bir aralıq var, 2 aralıq var, 3 aralıq var. Və bunu belə də sadə dildə də eləyə bilər. Aralığı vurursan 100-ə, kəsmə yüksəkliyi 3-ü vurursan 100-ə, eləyir 300. Sonra bu 100-ün üstə 300 gəlirsən. Belə də eləyə bilərsən. Ya da hesablayırsan. Bax bu 100, bura oldu 200, bura oldu 300, bura oldu 400. Deməli B oldu nə qədər? 400. Burada da neynədik? 300-ü tapdıq. Ondan sonra 100-ün üstə 300 gəldi. Elədi 400. Bildiniz? Bu da oldu belə. Və bu tipli məsələlər əsasən belə hesablanır. Yenə mənfi ədəd olanda çökəklikdə fikir verin. Mənfi ədəd olanda çökəklikdə. Mənfi ədəd olanda nə edirik? Məsələn, tutaq ki, mənfi 20-dir. Deyir ki, mənfi burada xarici orizontalı tap, bir də daxili orizontalı tap. Bunları tapacağıq. Kəsmə yüksəkliyimiz isə 10 metrdir. İndi fikir ver. Bu mənfi ədəddir, düzdür? Mənfi yuxarı doğru qalxanda bu mənfi ədədin kəmiyyəti artır da, azalır da. Belə məsələn mənfi 20-dir. Mənfi 20-dən böyük mənfi 19-dur. Mənfi 10-dur. Başa düşdünüz? İndi burada mənfi 20-dən böyük 10-a tam bölünən mənfi 10-dur. O görürsən burada mənfi 10-u biz burada qeyd edəcəyik. Sonra gəldik buradan bura mənfi 10 oldu. İndi kəsmə yüksəkliyimiz neçə metrdir? 10 metrdir. Yenə aralığı sayırıq. Ya da belə gəlirik. Mənfi 10. Buradan 10 da gəldi elədi 0. Buradan yenə 10 gəldi elədi 10. Buradan da 10 gəldi elədi 20 metr. Fikir verin. Bax bu kimi məsələləri də mənfi çökəklik olanda da bu kimi məsələləri eləyə bilirsiniz. İndi bunlara da baxacaqsınız təbii ki. Mən də sizə dərsdə izahatın, yəni test verəcəm, testdə yoxlayacağam. Həqiqətən də yaza bilirsiniz, yoxsa yox. Bu dərsdən bu qədər.